soyulasın gəlirlər. Solan gülüm aylayla. Ana şəhidin gəlir, başını dik tut ağlama. Qara giyin yasını tut, ürəyini çox dağlama. Balam yardan ayrı düşüb, balasından ayrı düşüb, qan içində əzab çəkib, onu bərk-bərk qucaqlama. Evinin çırağı sönüb, ümidin əsrətə dönüb, gözlərin qanla dolub, qurbanın oldum ağlama. Evinin çırağı sönüb, ümidin əsrətə dönüb, gözlərin qanla dolub, qurbanın oldum ağlama. Nollar ana cana. Əziz şəhid ailələri, hörmətli müharibə iştirakçıları, şəhərimizin sakinləri, qonaqları, şəhidimizin əzizləri, yaxınları və onun olduğu kimi hər birimiz bugün vətən uğrunda canını fəda edən şəhid Ramil Əliyevin anım günü münasibətilə burada toplanmışıq. Bu bizim şəhidlər xiyabanında ənənəvi şəkildə həyata keçirdiyimiz tədbirlərin davamıdır və hər kəs sağ olsun, öz vaxtını sərf edərək bugün bizimlə bu tədbirdədir. Birlikdə sizinlə şəhidimizin xatirəsini yaşatmağa çalışırıq və yaxud şəhid atası Seyfəddin belə xiyabana ayarlanırsan kimi dedi ki, başqa əlimizdən nə gəlir? Bizim əlimizdən gələn onları yaşatmaqdır. Yəni, bizim üzərimizə düşən vəzifədə budur, xatirələrini uca tutmaqdır hər zaman. Və təbii ki, onların xatirəsi hər zaman uca olacaq, hər zaman yaşayacaq. Allah dövlətimizi qorusun, dövlətimiz müstəqil olsun hər zaman. Nə qədər ki, dövlətimiz müstəqildir, xalqımız birlikdədir, birlikdə bu əzmi nümayiş etdirdi. Bundan sonra da onların adının uca tutulması, yaşanması ilə bağlı bütün tədbirləri əl elə verərək həyata keçirəcəkdir. Ramil Əliyev birinci Qarabağ müharibəsində, hansı ki 88-ci illər, 1988-ci illərin sonundan başlamışdı. Ermənilərin Ermənistanın Azərbaycana qarşı təcavüzü, Azərbaycan xalqına qarşı keçirdiyi terrorlar, soyqırımlar, faciələr və bütün bunların sonu birinci Qarabağ müharibəsində nəticələndi. Həmin müharibədə 20 minə yaxın şəhidimiz oldu. Amma mən bütün bunlara ümumilikdə itki demək istəməzdim. Çünki bu şəhidlərimiz öz qəhrəmanlığı ilə, şücaəti ilə, əzmi ilə torpaqlarımızı müdafiə edə bilirlər. Belə müdafiə etdilər ki, biz sonradan güc toplayaraq, məhz Azərbaycan, bugünkü Azərbaycan gəncləri, 44 günlük müharibədəki gənclərimiz, insanlarımız, hamısı onları nümunə götürərək, onların döyüş yolunu bu fədakarlıqla, qəhrəmanlıqla davam etdirdilər və sona çatdırdılar. Hər bir şəhidimiz hansı döyüş əməliyyatında iştirak etməsindən asılı olmayaraq, hansı müharibədə olmasından asılı olmayaraq zəfər üçün getmişdi. Taleyin qismətin işidir. O vaxt ki, ordu quruculuğunun zəifliyi, ölkəmiz yenicə müstəqil olmuşdu, maddi texniki bazası zəif idi ordunun. Müxtəlif hakimiyyət uğrunda gedən davalar vardı. Bütün bunların nəticəsində idarə etmə də zəif idi orduda və belə deyək. Həm də xarici, təbii ki, bəzi qüvvələrin dəstəyi ilə onlar torpaqlarımızın bir hissəsini işğal edə bildilər. Amma ordumuz həmin vaxtda çox böyük fədakarlıq göstərdi. Bizim həmin vaxtı yüzlərlə milli qəhrəmanlarımız, hər biri bizim üçün qəhrəman olan minlərlə döyüşçülərimiz təbii ki, öz əzmini, şücaətini ortaya qoydu. Baxmayaraq ki, yəni, nə əksiklik olmasına baxmayaraq son nəfəslərinə dək döyüşdülər. Və onlar sübut elədilər ki, onlar bizə örnək göstərdilər ki, vətən sevgisi nədir. 30 il ərzində, hansı ki 44 günlük müharibəyə biz televiziyalardan, qədim informasiya vasitələrindən, böyüklərdən, elə ailəmizdən, evimizin içindən onların qəhrəmanlığını öyrəndik. Onların keçdiyi o döyüş yolundakı şücaətlərin, belə deyək, qiyabi də olsa şahidi olduq.
və nəticədə bugünkü gənclər, məsələn, 4 günlük müharibədə olsun, aprel döyüşləri, Tovuz döyüşləri, istər antiterror tədbirləri olsun, həmin döyüş əməliyyatlarında iştirak edən gənclər, bax, bizim Ramil kimi şəhidlərimizin gələcək nəsillərə ötürdüyü vətən sevgisi ilə böyüdülər. Vətənpərvərlik ruhu ilə böyüdülər. Nəticədə biz böyük bir zəfər əldə elədik. Tarixi zəfərdir. Təbii ki, mən düşünürəm, Allah hər birini ruhunu şad eləsin. Nə qədər təbii ki, şəhid anaların, ataların qarşısında danışmaq ağır olsa da, amma bilirik ki, həmişə onların o ürəyindəki acı qədər də hər zaman bunu xatırladırıq. Deyirik, bir qürurları var. Ondan da böyük bir qürurları var. Onlar nə vaxt buradadırsa, şəhərimizin sakinləri buradadır. Müxtəlif bölgələrdən olan insanlar buradadır. Onlar nə vaxt buradadırlarsa, sağ olsunlar. Müharibə iştirakçılarımız heç zaman onları tək qoymurlar. Şəhid ailələri özləri bir-birlərini heç vaxt tək qoymurlar. Çox yaxşı bir birlik yaranmış İrvanda. Hər zaman istər səfərlərdə olsun digər bölgələrimizə, istər buradakı tədbirlərdə olsun, bir-birinə dəstəkdirlər, çox yaxından iştirak edirlər. Biz hər zaman bu şeyə görə onlara öz təşəkkürümüzü bildiririk. Və təbii ki, əlimizdən gələn yeganə şey şəhid ailələrinin də birinci məqsədi, arzusu, niyyəti Allah hər birinə uzun ömür versin. Ona görə deyirəm ki, hər birinin birinci məqsədi elə öz övladlarını, əzizlərini, yaxınlarını, şəhid olan yaxınlarını yaşatmaqdır, onları uca tutmaqdır. Biz müxtəlif, indi burada bizim qonaqlarımız var. Cəlilabad rayonundan bildiyim qədərilə, bəlkə başqa yerlərdən də var, şəhid ataları, anaları var. Yəqin onlar da şahid olanlar. Biz öz şəhid ailələrimizlə birlikdə, yəni Şirvan şəhərinin şəhid ailələrlə birlikdə hansı rayona getsək, hara getsək, elə o avtobusdan düşəndə birinci məqsədləri məhz şəhidlərimizin şəkilləri ilə. Deyək ki, Şuşaya getmişdik, orada birinci o şəkillə məsciddə şəkil çəkdirirdilər. Sanki öz övladları ilə gedirlər, sanki öz balaları ilə o günləri yaşayırlar. Hər zaman da o boyunbağları üzərlərindədir. Hər zaman hər hansı bir söhbətdə, tanımadıqları bir adam da qarşılarına çıxsa o səfərlərdə, özlərini təqdim edəndə deyirlər ki, mən məsələn, şəhid Əliyev Ramilin atasıyam. Təbii ki, hər biri bizim üçün eyni məqamdadır. Elə bir məqamdadır ki, bizim icra başçımız Cənab İlqar Abbasov həmişə deyir, onlar elə bir məqamdadır ki, nə oradan aşağı düşmək olmur, nə oradan yuxarı qalxmaq olmur. Hər birimiz üçün əl çatmazdır. Onlar vətən uğrunda ən şirin şey olan canlarını fəda edirlər. Və şükürlər olsun, bugün şəhidlərimizin sayəsində müstəqil ərazi bütövlüyü tam olan, konstitusional quruluşu tam olan suverenliyi bərpa olunan bir ölkədə yaşayır. Bundan böyük qürur, bundan böyük xoşbəxtlik ola bilməz. Əminəm ki, bundan 10 illər, 100 illər sonra da yaşayan insanlar məhz bu dövrdə yaşamağı arzu edərdilər, edəcəklər. Çünki bu zəfərin şahidi olmaq, bax bu igidlərin, şəhidlərimizin son 30 il ərzində bizim ümumilikdə 1-ci Qarabağ müharibəsində deyək ki, 20 min şəhidimiz var. Ondan sonraki dövrdəki əməliyyatları da nəzərdə tutsaq 3 mindən çox şəhid. Onların sayəsində biz bu tarixi hadisələrin şahidi olduq. Onların sayəsində bizim birliyimiz daha da möhkəmləndi. Vətən müharibəsində hamı xatırlayır. Eləcə də digər döyüş əməliyyatları olsun. Xalqımız necə birlikdə bir böyük əzm göstərdi. Hamı onlar üçün çalışırdı. Şəhidlərimizin yaxınları, onları tanıyan, tanımayan hər kəs orduya əlindən gələn qədər bir köməklik göstərmək istəyirdi. Şirvan xəstəxanasında çox böyük xidmətlər göstərildi yaralılarımız üçün. Bəlkə onların içində bilmirəm, şəhidlər də oldu, amma Allah hər kəsin köməyi olsun. Yəni, o xəstəxanada təkcə həkimlər yox idi, şəhər sakinlərinin hamısı oradaydı və hamısı da əlindən gələn qədər bir dəstək göstərməyə çalışırdı o həmin hərbiçilərimizə. Və Azərbaycan xalqı deyərdim ki, bəlkə heç vaxt olmadığı qədər bir oldu həmin müharibədə. Milli mənəvi dəyərlərimiz daha da möhkəmləndi. Zaten bu dəyərlərlə böyümüşdü bu igidlər. Bizim hamımız bu dəyərlərlə böyümüşük. Bizim milli dəyərlərimiz, mentalitetimiz təbii ki, o hansı ki 100 illər, 1000 illər ərzində o ata-babalarımız hansı ki döyüş meydanlarında görüblər, həmişə öz vətənini, ailəsini, xalqını canından əziz tutublar. Bax o həmin
irsi olaraq keçən bir duyğudur bizim xalqımıza. Yəni bu dəyərlər bizdə həmişə əvvəlcədən də olub. Allah bir daha dövlətimizi, millətimizi, xalqımızı, ordumuzu, ali baş komandanımızı qorusun. Allah bütün şəhidlərimizin ruhlarını şad eləsin, ailələrine sabır versin. Amin. Bütün yaralılarımıza şəfalar versin. Amin. Bütün müharibə iştirakçılarına. Təbii ki, taleyin, qismətin işidir. Onlar da şəhid ola bilərdi. Onlar da yaralana bilərdi. Veteranlarımız var. Allah hər birinə can sağlığı versin. Və Amin. düzdür, ola bilər. Bizim gücümüz nəyisə çatar, nəyisə çatmaz. Amma hər zaman onlara hörmət etməliyik. Hər zaman belə deyim, əlimizdən gələni etməliyik. İnsan hər hansı əlindən gələni edəndə vicdanı da özü üçün rahat olur ki, mən bunu elədim. Bir daha Allah hər birini ruhunu şad eləsin. Tədbirdə bizimlə müxtəlif idarə müəssisələrdən var, qonaqlarımız var, şəhid ataları var. Çıxış üçün sözü onlara verəcəm. Hava şəraitini də nəzərə alaraq tədbirimizi qısa tutmağa çalışırıq yer fəsli ilə əlaqədar. Və istəyirəm elə söz ağsaqqallardan başlayaq. Bizim şəhid atası Rəhim müəllimə söz verək. Buyurun Rəhim müəllim. Mən söz verdim, təşəkkür edirəm. Mən də şəhid analarını, şəhid ataları, gələn qonaqlarımızı salamlayıram. Sağ olsunlar, həmişə bizi tək qoymurlar, həmişə bizim yanımızdadılar. Allah onlardan razı olsun. Allah şəhidlərimizə daha doğrusu rəhmət eləsin. Şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı, şəfa versin. Və səngərdə olan əsgər və zabitlərimizi qorusun. Amin. Allah səbir versin sənə, Allah rəhmət eləsin. Biz həmişə bu qonaqlar bizlə bir yerdədir. Çox sağ olun, Allah razı olsun sizdən. Allah kömək olsun. Rəhim müəllim. Ben söz verecek yok. Teşekkür ederim. Sağ olun. Allah kömək olsun. Şəhid Allah görsün. Allah şəhid Allah səbir olsun. Bu talih elə bir talih ki, hər bir ata, ananın çiynində düşəndə onu çəkmək çətin. Ancaq bizim qəhrəman analar, oğludur, yükü, çətindir, analar da olsa çəkirlər. Çəkirlər, qürurla çəkirlər. Niyə görə çəkirlər? Çəkirlər ona görə ki, anaların canından da əziz, babalarının canından da, ataların canından da vətən uğrunda öz canlarını veriblər və öz bəlkə də gözlərini verərlər ki, babalarına bir şey olmasın. Elə bir gözlərindən də keçiblər ki, babaları geçsin, o hamıdan canından da əziz, gözdən də əziz vətəni qorusunlar. Doğrudan da onlar da vətəni qorudular. 19 yaş nə demək? 19 yaş başqa zəvəsməsinə dünyanın istisini, soyuğunu görməyən bir gəncdir. Ancaq o gəncin ürəyində elə bir isti, elə bir təfər əhmədə gəldi ki, elə bir ki, Allah tərəfindən bir vəhy yayıldı. Gəldi ürəklərinə ki, sən vətəni qorumalısan, vətən yolunda şəhid olmalısın. Mən şəhidlərin çoxunu valideynləri ilə və dostlarla, tanışı ilə söhbət edəndə, tanış olanda, deyir ki, onlar bilirlər ki, bir şəhid olacaq. Ölümün özünə, gözünə belə baxa-baxa gedirlər ki, bir şəhid olacaq. Belə ki, Ramil də bilirdi ki, o şəhid olacaq, bilirdi ki, qəhrəman olacaq. Ona görə getdi ki, vətən uğrunda gedən insanlar heç vaxt oldu. Biz də çalışacağıq ki, bu evlatlar, bu qəhrəmanlar heç vaxt unutmayalım. Allah Rafael qardaşımız da ömür qismət eləsin. Doğrudan da tanış olanlar elə bizim yanımızdadır. Biz də onun yanındayıq. Çiyin-çinə bu ağır gücü olsa da daş görür. Bir daha sənə baş sağlığı verirəm. Allah səbir versin. Allah balamıza gönül rəhmət eləsin. Allah nəsib versin. Analara da göz yaşları silsin. Ağlam versin. Çünki bizim evlatlar elə bir amal uğrunda gediblər ki, bu amal uğrunda gedənlərə biz bəzi insanlar qibtə eləyir ki, filan kəsin oğlu getdi şəhid oldu. Doğrudan da qibtə olunmalı, bir ömür sürdülər, bir həyat sürdülər, tarix yazdılar. Sağ olasın, Allah köməyiniz olsun. Sağ olun. Allah kömək olsun. Sağ olun. Yine Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatından Amin müəllim burada çıxış sözü. Çox sağ olun Elvin müəllim. Mən də hər birinizi öz adımdan və Yeni Azərbaycan Partiyası adından salamlayıram. Əliyev Ramil Rafailoğlu'nun timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qazilərimizə Allahdan şəfa, onların yaxınlarına Allahdan səbir diləyirəm. Elvin müəllim çox gözəl və ətraflı məlumat verdi. Birinci Qarabağ müharibəsi zamanı əlbəttə ki, dövlətimizin silah-sursatın olmaması çox çətin bir dövrdə itkilərə məruz qaldıq.
şəhidlərimizi verdik, torpaqlarımızı verdik və çox şükürlər olsun ki, bu gün biz şəhidlərimizin doğum günlərini, anım günlərini bir qalib bir ölkənin xalqı kimi, bir vətəndaşı kimi qeyd edirik. Və 2-ci Qarabağ müharibəsində başda Ali Baş Komandanımız olmaqla şəhidlərimizin, qazilərimizin, ordumuzun, əskər və zabitlərimizin sayəsində biz torpaqlarımızı geri qaytardıq və çox şükürlər olsun ki, bugünkü günün qürur hissi ilə qeyd edirik. Allah rəhmət eləsin, Rafael əmi. Allah sizə səbir versin, Allah sizə can sağlığı versin. Allah rəhmət eləsin. Sağ olun. Şirvan şəhər komissarlığından iştirak edirlər, buyurun. Mən də şəhid analarına salamlayıram. Hərbi komissarlıq adından şəhidlərimizə rəhmət. Allah canlarına səbr versin. Allah rəhmət etsin. Sağ olun. Amin. Allah kömək olsun. İndi düzdür, biz bəzən insanlar bunu təhrif edirlər. Birinci, ikinci Qarabağ müharibəsi deyəndə bu unutmayaq ki, sadəcə tarixə, müharibələrə qoyulan adlı şəhidlərimiz hamısı bizim üçün eynidir. Onların bir adı var, şəhidlər. Bunun qarşısından biz heç nə artırırıq. Allah hər birinin bunu şad eləsin. Bizim Cəlilabad rayonundan şəhid atası David müəllim burada iştirak edir. Çıxışın sözü ona verir. Buyurun. Buyurun David. Allah bizlere sabır versin. Allah şəhidimiz şad eləsin ki, böyle bizler həmişə nəzərimizdedir. Gəlib gidirik, ziyaret edirik. Allah xalqımızı var eləsin, dövlətimizi var eləsin. Amin. Çok sağ olun. Allah sabır versin. Sağ olun. Allah sizə can sağlığı versin. Hər birinizi səbir versin. Və çıxış etmək üçün sözü olan varsa buyursun. Eğer yoxsa qısaca onu qeyd edeyim ki, bizdə indi buyurun Fəqan müəllim çıxış versin. Həqiqətən bu günləri qürurverici gündür. Mən şəhid analarının, ataların qarşısında baş əyirəm. Çünki belə bir evlat böyüdüblər. Onlar qanları bahasına, canları bahasına torpaqlarımızı azad etdilər. Bu gün həqiqətən qürurverici bir gündür. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Allah ordumuzu qorusun, Allah Ali Baş Komandanımıza can sağlığı versin. Allah rəhmət eləsin Sağ olun. şəhidlərimizə. Fəqan müəllimimizin də icra hakimiyyətinin işçisi olur. Hal-hazırda da az qəhrəmanlı icra nümayəndəliyində işləyir. Mən belə deyim, indi bayramda. Və belə bir şeydir. Allah hepimizə can sağlığı versin. Və hər birinizin minnətdarlığını bildirirəm. Bu səmimi qəlbdən. Niyə görə? Şirvan şəhərində 4 günlük müharibədən sonra, indi əvvəllər də ziyarətlər olurdu. Amma bu bütün ölkə boyda etiraf edir. Ənənəvi hal aldı. Çox hansız təşkil. Çünki bəzən bir gün arayan şəhidlərimiz var. Burada yəni ziyarət olunur. Eləcə də digər bölgələrimizdə. Və bu ənənə təbii ki, İlqar müəllimin rəhbərliyi altında bütün idarə müəssisə təşkilatları, hüquq-mühafizə orqanlarını öz ətrafına yığmaqla, hər zaman hər birini tək-tək burada ziyarət etməklə yarandı. Və təbii ki, bu ənənədə şəhər sakinlərimiz çox fəal iştirak elədilər və qarşıdan məsələn anım günü, zəfər günü gəlir. Anım və zəfər günlərində iştirak etmək üçün kiməsə bura dəvət lazım deyil. Hər kəs öz tarixini çox yaxşı bilir, şəhidlər öz qanları ilə yazıblar bu tarixləri. Şəhidlərimizin anım günlərini ən azı gəlib baxanda növbəti dəfə ki, kimin ki olacaq tarix arzuluq var və əksəriyyəti. Bunu bilmək olur. Və hər birinizə öz minnətdarlığımı bildirirəm. Hacı Bəxtiyar iştirak edir. Çıxış üçün sözü ona vermək istəyir. Buyursun. Əziz şəhid ailələri, bugün Kamilin doğum günü. Bu təqvim ilindəki sıradan bir gündür. Bu öz canı, insansın ən əziz olan canı vətən uğrunda, xalq uğrunda qurban vermiş şəhidlərimizin bir xatirə günüdür. Şəhidlər üçün il ölçülmür, illər ölçülmür. Onların ömürlərinin şərəfli olması, elə onların bütün günlərin onlara aid olmasından xəbər verir. Və Kamilin timsalında Allah Teala şəhidlərimizi rəhmət eləsin. Allah Teala onların yaxınlarına, əzizlərine, valideynlərine səbr etsin. Amin. Allah şəhidlərimizi rəhmət eləsin. Sağ olun.
Allah bir şad eləsin. İndi bir din xadimimiz bir fatihə verəcək. Qonaqlarımız da var. Onlara məlumat üçün deyirəm. Ənənəmizə sadiq qalaraq digər şəhidlərimizi də sonunda da ziyarət eləyəcəyik. Onların da ailələri buradadır. Sonra tədbirimiz yekunlaşacaq. Bir daha Allah dövlətimizi, millətimizi, xalqımızı, ordumuzu, ali baş komandanımızı qorusun. Təbii ki, ölkə rəhbərliyinin birbaşa nəzarəti və tövsiyəsi əsasında tədbirlər həyata keçirilir hər zaman. Hər birinizə minnətdaram. Allah bütün şəhidlərimizin şad eləsin. Buyurun. إلهي آمين. اللهم صل على محمد وآل محمد. اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات بنبي واله وبالفاتحة مع الصلاة على رب العالمين الرحمن الرحيم Amin. Allah rahmet eylesin. Allah rahmet eylesin. Allah sabır versin.